Salam dostlar. Bugünkü videoda mən sizə yaratdığım web sayti göstərəcəm və ümidvaram bəyənəcəksiniz. Gəlin leave düyməsinə basaq. Aha, web saytı gəldi. Və Azərbaycan haqqında yaradılmış bəlkə də ilk web saytlardan biri ola bilər. Çox sadə olsa da, hətta hosting eləməmişəm. Yəni girib axtarıb tapa bilməyəcəksəm, hosting olmayıb. Gəlin ilk öncə web saytının dizaynına baxaq. Burada Azərbaycanın saatı və Bakının hava dərəcəsi. Arxada Azərbaycanın ərazilərinin adı var, arxa fon kimi. Daha sonra ana səhifə haqqımızda giriş bu şəkildədir. Burada adınızı, soyadınızı daxil edirsiniz. Azərbaycan portalı yazılıb burada. Tarix, mədəniyyət, idman, musiqi. Gəlin, baxın, hamısında kiçik bir məlumat verir və ətraflı məlumat üçün klikləyin. Burada daxil olduqda bir web sayt açılır və Azərbaycan haqqında. Lakin bu web saytın adını çəkməyəcəm. Daha sonra mədəniyyət, idman, musiqi də eyni cür və bunlar da Azərbaycanın əraziləridir hamısı. Bunlar da daxil olduqda bir web saytdan, bilinməyən web saytdan bizə məlumatlar verir. Daha sonra gəlin digər funksiyalara baxaq. Burada Azərbaycan ingilis dili, rus dili seçimləri var. Azərbaycan dili olduğu kimi qalır. İngilis dilinə basdıqda history, ingiliscə Azərbaycan haqqında məlumat verir. Rus dilinə də basanda eyni cür. Daha sonra light mod və dark mod var. Basanda light olur. Divə də basanda dark olur. Və bəlkə də ən maraqlı web saytının ən maraqlı xüsusiyyətlərindən biri bu düymədir. Bu AI asistanıdır. Buna basanda adını çəkmək istəmədiyim bir AI-ya bizə aparır, süni intellekt aparır və bu süni intellekt bizə Azərbaycan haqqında məlumatların öyrənilməsində yardım edir və istəsək Azərbaycan səyahət haqqında planımızı tərtib edir. Bunu da istədiyimiz cür idarə edə bilərik. Ümidvaram web saytımı və videonu bəyəndiniz. Növbəti videolarda görüşürük.